Dünən sizə demişdik ki, günün günorta sağı Bakı Dəmir Yolu Vağzalından qatarı götürüb aparıblar. Bəziləri xofla zəng etdi ki, günün günorta sağı belə necə ola bilər axı? Amma birazdan özlərinə gəldilər. Qatarı uğurlamamışlar. Sadəcə mərhum prezident Heydər Əliyevin ad günü ilə bağlı Pəhləvan Nurəddin Beyləqanlı öz gücünü göstərirdi. Özüm danışacağım. Yolu vağzalı məlum məsələdir. Həmişə insanlarla dolu olur. Kimisi ölkəyə gəlir, kimisi də ki qohum əqrabasını yola salır və yaxud da qarşılayır. Amma Bakı vağzalında bir ajataj müşahidə olunurdu. Bunun da səbəbi var idi. Səbəbi də ki, Azərbaycanlı Pəhləvan Nurəddin Beyləqanlının keçirdiyi tədbir idi. O, bu tədbiri hər il mərhum prezident Heydər Əliyevin şərəfinə keçirir. Əvvəlcə Pəhləvanın özü haqda bir balaca məlumat verək. Əsasən xarici ölkələrdə çıxış edən Pəhləvan bu sənətə 10 yaşından başlayıb. Özünün dediyi kimi dünya miqyasında tanınan Nurəddin Beyləqanlı Kargo Slavyan Universiteti, Qazaxıstanın Milli Məclisi tərəfindən Türkiyədə fəxri adlara layiq görülür. Bugün də o 57-60 tonluq sərnişin vaqonunu yerindən tərpədərək irəli çəkməli idi. Maraqlısı isə bu idi ki, tədbiri bilib gələnlərlə yanaşı yoldan keçənlər, o cümlədən vağzalın işçiləri də məhz bu mənzərəni, yəni o möhtəşəm anı seyr etmək üçün ayaq saxlayırdılar. Nəhayət ki, Nurəddin Beyləqanlı geyimini dəyişib gəldi. Tədbirin rəsmi hissəsi, belə demək olarsa, çox çəkmədi. Amma qeyd olundu ki, hərə Heydər Əliyevə məhəbbətini bir cürə təzahür etdirir. Biri xalça üzərində onun portretini toxuyur, biri ona şeirlərini həsr edir. Nurəddin Beyləqanlı isə özünə məxsus tərzdə məhəbbətini biruzə verir. Amma hamının diqqəti Pəhləvanda idi. Belə ki, o da özünü o möhtəşəm ana hazırlayırdı. Biraz da deyəsən həyəcan keçirirdi axı. Və budur, həmin o an yetişdi. Bəli, 57-60 tonluq vaqonu yerindən tərpətmək hər kişinin işi deyil. Nurəddin Beyləqanlı isə bu işin öhdəsindən məharətlə gəldi. Pəhləvan deyir ki, hansı ölkədə fərq etməz, yaxın, uzaq, xarici ölkədə çıxış edibsə, həmişə də ölkəmizi layiqincə təmsil edib. Özünü dünyanın tanınmış pəhləvanlarından biri sayan Nurəddin deyir ki, bu gücü Allahdan alıram, mənə verilən vergidir. Bu xalq, yəni mən həmişə xalqlardan çox qiymətləndirirəm. Pəhləvan deyir ki, bu yolla gənclərin vətənpərvərlik ruhunu artırmaq niyyətindədir. Hə, gördünüz də, Azərbaycanın necə güclü oğulları var və bu cür oğulların köməyi ilə də tez bir zamanda işğal altında olan torpaqlarımız düşmənlərdən təmizlənəcək. Buna inanırıq. Yox, əminik, elə bu istiqamətdə də irəliləyirik. Allah qoyduğu Türkiyə mətbuatının lokomotiv adam adlandırdığı Nurəddin Beyləqanlı. Nurəddin, studiyamıza, proqramımıza hoş gəlmişsiniz. Gamlı'nın gece hakkı için yaptığı akıl almaz gösteriler izleyicilerimizden büyük ilgi gördü. Akıllara durgunluk veren gösterilerin yayınlanmasından hemen sonra gece hakkını arayan binlerce izleyici inanılmaz gösterilerin yeniden yayınlanmasını istedi. Bazı firmalar küçük dev adamı ürünlerinin tanıtımı için hazırladıkları reklam filmlerinde oynatmak istediklerini belirttiler. Küçük dev adam ilk denemesini Sirkeci Garı'nda yapmıştı. Azeri ağırlığındaki vagonu çekmeyi denemiş ve başarmıştı. Bayağı ilginçti. Yani korktuk da biraz bana göre saçmalık. Vagonu sürükleyen bu Herkül acaba dik yönlere hareket eden 1400 motor gücündeki iki aracı kollarıyla durdurabilecek mi? Mümkün değil diyorum çünkü makine gücüyle insan gücünü bir olacağını zannetmiyorum.
Azeri Herkül'ün şovu burada bitmiyor. Aynı gün canlı yayın gece hattında Osman Balcı ile bir uçağı saçlarıyla çekeceğini ve 500 kilo ağırlığı da dişleriyle kaldıracağını söylüyor. Evet, yanlış duymadınız. Koca uçağı saçlarıyla çekecek, 500 kilo ağırlığı da dişleriyle kaldıracak. Ertesi gün havalimanındayız. TAP Air firmasına ait 8 tonluk uçak hazır. Çok güçlü bir insandı. Ve dün geceye dönüyoruz. 32'şer kiloluk demir külçeler hazır. Toplam ağırlık 500 değil 400 kilo. Sizleri şimdi Azeri Herkül'ün zihinleri alt üst eden gösterisiyle baş başa bırakıyoruz. Gelin birazcık oturun siz böyle gelin. Tamam, çok teşekkürler. Biz sizin gücünüze inandık. Alkışlıyoruz, alkışlıyoruz. О спортивных событиях. С однодневными гастролями в наш город приехал азербайджанский богатырь Нурадин Бейлагануй. Один из сильнейших людей планеты Нурадин Бейлагануй. Поэтому, пожалуйста, вот такой на вид кажется не очень крепкий, но в то же время чувствуется, что есть сила богатырская. И в честь того, что он приехал к нам с гуманитарной помощью, от вашего имени, сделанное вашими руками, вручаю Нурадину... Нет, я хотел другое сказать. Вручаю ему традиционная игра азербайджанцев. Порядок будет и, так сказать, наша личная качество на память. Rusiyanın idman həvəskarları pəhləvan Nurəddin Beyləqanlını alqışlayırlar. Ta qədimdən dostluq, ünsiyyət xalqımızın mənəvi ehtiyaclarından olub. Həmin ənənə bu gün də qorunub saxlanmaqdadır. Ürəkdən ürəyə, eldən elə, ölkədən ölkəyə körpü salan dostluq tellərini yaşaranlar arasında idmançılarımız, pəhləvanlarımız da var. Dünya şöhrətli el bahadırı Nurəddin Beyləqanlı da belələrindəndir. Əmirlimiz bu günlərdə Tula şəhərinə dəvət oldu. Mübaliğəsiz deyək ki, öz qeyri-adi çıxışları ilə tamaşaçıların böyük marağına səbəb olub.
Azərbaycan xalqına, Azərbaycan təbiətinə xas olan cəhətlərdən biri də qeyri-adilikdir. Bu qeyri-adilik onun həm füsunkar təbiətində, həm də insanlarındadır. Nurəddin Beyləqanlının sözün əsl mənasında qeyri-adi çıxışları Rus tamaşaçılarını heyrətə gətirdi. Bu kadrları görəndə adamın ürəyi qürur hissi ilə dolur. Amma Nurəddin kimi el oğullarımız, el pəhlivanlarımız həm də qayğı və diqqət tələb edir. Əlbəttə bu qayğı, bu diqqət elə idmanımızın gələcək inkişafına, gələcək şöhrətinə xidmət edərdi. El bilir ki sen benimsen, yurdum yuvam meskenimsen.